Maraqlı bir sual var. Deyir ki, silindrin həcmi 16 pi santimetr kubudur. Elə birbaşa verilən yazar, çox vaxt itirməyi 16 pi santimetr kubudur. Deyir ki, radiusun hansı qiymətində onun tam səthinin sahəsi ən kiçik olar? Bu sual üçün biz törəmə tətbiqi ilə məsələ həlli mövzusuna getməliyik. Əvvəla silindrin həcminin düsturu yazırıq. Bilir ki, V bərabərdir pi r kvadrat h düsturundan hesablanır. Buna görə 16 pi-yə bərabər santimetr kubu baxmaya ehtiyac yoxdur. Pi-ləri buradan ixtisar edirəm, qalır r kvadrat h bərabərdir 16. İndi bunu biz törəməni tətbiq etmək üçün h əvəzləməsi ilə ki, qoy r-dən asılı bir ifadə alır, orada h bərabərdir burada 16 bölünsün r kvadratı olur. İndi bizə nə deyir? Tam səthin sahəsi istəyir, hə, tam səthin sahəsinin əksik qiyməti. Bilirik ki, silindr ümumiyyətlənidir, silindr budur da. Bunun tam səthin sahəsindən mahsun bir yan səthi var, bir də 2 dənə s oturacağı var. Ona görə s tam bərabərdir 2s oturacaq, istər gəlmişsin, s yan yazıram. Bundan s tamı ifadə eləsən əgər 2s oturacaq 2 vurulsun pi r kvadratıdır. İstər gəlsin, s yanında 2 pi r h-dır. Burada niyə h-ı 16 bölü r kvadratı yazdım? Qoy burada r-dən asılı bir ifadə alsam və bunun törəməsini tapın, ən kiçik qiymətini tapaq törəmə vasitəsilə. İndi buradan yerinə qoyuram. 2 pi r kvadrat, üstə gəl 2 pi r vurulsun 16 bölü r kvadratı. Buradan r-dən r-in birini apardım. Qaldı 2 pi r kvadrat, üstə gəlməsi 32 pi vurulsun 1 bölü r. 32 pi 1 bölü r. Bəli, bu qaldı. İndi bunun biz törəməsini tapılır. F törəmə x. Bunun törəməsi əgər alsaq 2-ni gəldik, vurduq əvvələ, oldu 4 pi r. İstə gəlmişsin. Mən buna ən rahat yolu, əslində bu bölmə kimi yazabilirsəm, o uzaldı. Bunun qəşəng yolu bunu belə yazmalıdır. 32 pi r üstü mənfi 1 kimi yazmalıydı. R üstü mənfi 1 kimi yazılmasın, yeri mənfi 1'i vurduq 32'yə oldu. Mənfi 32 pi. Mənfi 1'dən də 1 çıxdıq. Oldu, yəni r üstü mənfi 2, yəni 1 bölünsün r kvadratı. 1 bölünsün r kvadratı. Şöyle yazandan sonra yazılan 4 pi r çıxılsın 32 pi 1 bölünsün r kvadratı. Bunu da sıfıra bərabərdir. Mənə deyil, hər tərəfi 4 pi-yə bölə bilərəm. Bölürəm. R çıxılsın 8 vurulsun 1 bölü r kvadrat bərabərdir 0. R kvadrat məxrəcə gətirildim. R kub çıx 8 bərabərdir 0. Buna baxmağa ehtiyac yoxdur. Yəni r sıfıra zaten xəlir olur öz yerində. R kubu çıxılsın 8'i sıfıra bərabər verirəm. R bərabər olur 2'yə. Demək, radiusun 2 cm qiymətində S tam səthin sahəsi ən kiçik qiymətini alır. Teşekkürler. Sağ olun.